Gördün, sağıran kimi gəlir Arzu müəllimə. Hə. Deyirəm də sifət elədi ki, qonşu gəlib deyir ki, sən Allah cavab ver. Ləman müəllimə. Kubun neçə tili var? 12 tili. Neçə üzü var? 6 üzü. Oturacağı üçbucaq olan prizmanın neçə üzü var? Müəllimlər, prizmanın üzü deyirsə, n+2-dir. Düstur. 3+2 5 dənə. Sonra müəllimlər. Deyir B1, DB, B1, DB 45 dərəcədirsə, bu da 45-dir. AD 8-dirsə, AB 6-dırsa, bura 10-dur, onda bura da 10-dur müəllimlər. Hündürlüyümüz 10-dur. Razılaşdınız da mənimlə? Pifaqor qağamız, Allah ona rəhmət eləsin, qəni ay müəllimlər. Gör nurla da olsun. Sonra, bizim qonşuda bir kişi var idi, içəndə sözlər qarışdırırdı. Deyirdi ki, Allah onun dədəsinin nurunu görlə doldursun. İndi vermir. Bura 45. B1, D, B. Bura 45'dir. AD 4'dür. AB 3'dür. Bura 5 ise bu da 5'dir. Altıbucaqlı prizmanın neçə diaqonalı var? Diaqonalın sayı düsturur n vurulsun n-3 böl 2'dir də. 6 vur 3. Mənim 2-yə bölmək yoxdur. Yoxdur. Ay sağ. 6 vur 3 18. En vurulsun n-3. Diaqonallarının sayı n-3'dür. Diaqonal kəsiyi desəydik böl 2-yə bölərdik. Bəli, 2-yə bölər. Kəsiyi desəydik, kəsiyi demir. Neçə üzü var? 8-bucaqlı prizmanın neçə üzü var? n+2 qədər, 10 dənə. Düzbucaqlı prizmanın neçə müstəvi bucağı var? Məmlər düstur 8 n idi, səhv etmirəmsə, hə? Yoxsa yox? Yox, 6 n. 6 n, 24'dür. Cavab 24'dür. Evet. 6 n. 24. 6 bucaqlı prizmanın neçə təpəsi var? Düstur 2 n-dir. 6 vur 2, 12. 4 bucaqlı prizmanın neçə təpəsi var? 8 dənə. 8. Düzgün 6 bucaqlı prizmanın açılışı verir və yan üzlər birləşdir. Prizmanın hansı üzü aya paraleldir? D. Dadaş. B. Fikrində şəkli qatlayırsan da. Allah bu sualları ki, mən yuxudan dursalar da bilərəm. Nə qədər işlədi ya bunu bu il. Mənə bir də nəzərinizə çatdırın. Bax, qohum, əqrəba, kənd, kəsəy, nə bilim, məktəb. Nə qədər abituriyent, buraxılış tanıyırsınızsa, mənim gələn il qrupum olacaq. Tamamilə il sonuna qədər pulsuz dərslər olacaq. Necə ki, sizə dəstək olurduq YouTube-da. İndi onlar üçün olacaq. Linkimizi paylaşın. Bir də konkret deyin ki, bir uşağı nə qədər hazırlaşdırırsınız? Axıra qədər də mənim. Yox, neçə qiymətin bir dənə deyin, xahiş O edirəm. heç müəllimə, ödənişli qrupların şeyi olacaq, deyim də sizə 30 manat zat. Amma qəşəng neçə gün işləyəcək, o başqa. Amma ödənişsiz qruplardan söhbət gedir. Ay müəllimə, keçəndən sonra biz başlayarıq da təzədən. Yaxşı öyrənməsin. İnşallah. Məktəb şagirdlərimizə paylaşın müəllimə. Kimin şey istəyir? Müəllimə 10-11 də, 10-11 elə deyil. 9-10-11 müəllimə, 3 sinif. Hə. Mənim uşaqlarım onda oxuyur, ona görə deyil. Yox müəllimə, pulunu qoşulsunlar. Müəllim, özümüz keçəndən sonra biz də qoşula bilərik də, gör nə qədər zəifik. Hə, niyə qoşulanmırsınız ki, YouTube-dan alırsanız, pulla şey eləməyəcək. Şey hazırlaşın. Müəllimə, yaxşı dua elə biz keçək, sizin dərsinizə qoşularıq uşaq. İnşallah. İnşallah. Xaymən qoşularsınız. İnşallah, inşallah. Dalaşırdınız, ha? Müəllimlər, mail prizma nədir? Yıxılan. Elə bil ki, o vaxtın xaladenikdir də, o yıxılır ayağın altında taxta qoyursan, ha? Kasıb qalır. Cazımın xaladeniki. Mənim babamın xaladeniki var bir dənə kənddə, Allah. Xaladenikin qapısı bağlanmır. O dəmir tanklar yoxdur. Evin içində xaladeniklər var, ha? Bu yemişi çöl xaladenik.
Dəmir tankı şeylər yoxdur, belə dəmirlər. Onu qabağına qoyurlar qapının. Namazikdə görürsən. Kimə lazımdır? Sonra tankı qaldırır. O Arzu müəllimi heç ara qoymaq lazım deyil. Hamının evindən bir söz götürüb danışırıq. Yox, biz anam cüday gedən elədi. Həyətdə bir dənə var, tankı qaldırırsan. Xaladın. Bayaq yox, dünən kimsə əsnədi Arzu müəllimə deyir, "Aslı yavaş utdun məni." Kran açıq. Bir dəfə Ləman müəllimə deyir, hey ha dünya, misal yazanmır. Deyir, hey ha dünya, təzə qoysun özüm, nə olub dünyaya? Bura 6 müəllimlər, Pifagordur bax. Burada 6 kökdədir. Razılaşdıq? Bəli. Aysa. Bəli. Belə də görünürdü də mənim o. Ay bəli, yüz başına da görünməsin. Sonra deyir ki, düzgün dördbucaqlı prizmanı. Deyirəm Ömər, nə iş gəlir, yazıq kasıbın başına gəlir. Bu vaxt bir dənə sapaşqın var idi Allah haqqı. Deyim ki, imkansız idik, yox ha. Prosto evdə demişlər, hazırlaşırsansa sən heç inanmayacaq. Nəysə, bir ayaqqabım var idi. Onu da getdim müəllimə görə it apardı ayaqqabını. Düşün günündə ayaqqabım yoxdur. Gözlərim də yaşla dolub ki, mən ayaqqabı almayacaqlar axı bunlar. Allah haqqı. İtim dalınca düşdü. Bir də ayaqqabımın birini aparıb, biri qalıb. Birini də atdım qabağına ki, bunu da apar. Deməli, onu da apardı o birinin yanına. Deməli. Ayaqqabımı götürdüm, gəldim. Deməli, deyə düzgün dördbucaqlı prizmanın oturacağının sayısı 28. Ay bu nə var, bunu eləməyə. Düzgün sözü varsa, müəllimlər. Deməli, oturacağı kvadratdır. Düzdürmü? Hə. A kvadratı bərabərdir 128. A-mız neçə verir ay müəllimlər? 8 kökdə 2-dir. Kök altında 2. Bura 8 kökdə 2-dirsə, müəllimlər. Kvadratın tərəfi 8 kökdə 2-dirsə, bura deyir nə? 16. İnşallah müəllimlər son günümüzdə bir dənə qəşəng motivasiya eləyəcəyik. Fil oynayacaq gedərsiniz inşallah. 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 Çalışın çoxlu qayda təkrar edin. 9-cu sinifə qədər 30-35 sual var müəllimlər. Müəllimə 16 Bir gün əlavə qaydanı burada təkrarlayaq da sizdən. Eləyərik. 16. 6 bazar eləyəyin. Müəllimlər 12 16. Nə qədər elədi? 144. Üstə gəl 256 nə qədər elədi? 400, oradan da 20 çıxır. 20 çıxır. Burada. Abi. Bir də Allah insana şans versin. Vallahi həqiqətən şans. Şans. İnsan var ki, vallahi insan var ki, fındıq boyda savadı ilə dünyalar eləyir. Adam var ki, nə boyda savadı ilə heç nə də eləyə bilmir. Vallahi. Bizi şanslı olmaq. Bəli, bəli, Allah şans versin. Şans ayrı şeydir. Əlbəttə. Şansı Allah Müəllimə, bizdə bir müəllimə var. Cavanlıqdan biz gətiririk onu. Hər şeyi bizdikdir da. Maşallah imtahandan keçmədi. 60 yaşı oldu, oturdu orada. Onda da şans. Deyəcək də heç. İndinin özündə də bax, yazırıq da, cavabını da veririk, eləcə plus minus qoyub yoxluyur. Neçə illərdir. Şansı gətirdi, imtahana girmədi. Ay maşallah. Yox, bəxti var da. Bizdə qrupda da elə bir dənə qız var idi. Allah elə bir ki, ona bəxt yazmışdı. Yenə bir şükür müəllimlər. Bütün tilləri bizim yerimizdə olmaq istəyən o qədər insanlar var. A. Aya bərabərdir. Onun böyük diaqonalını tapın. Gözəl insanlar. Bax, görün nə qayracam. Görün nə qayracam. Buradan bir dənə belə çəkirəm. Bir dənə də belə. Nə tər fikirdir? Bütün tilləri A-dır. Düzgün altıbucaqlı ilə böyük diaqonalı nə verir? 2A vermir müəllimlər. O da bilsin 2A verir. Çıxılı bərabər tərəfli üçbucaqlardır. Yox, bu yetimin başını bura səhv uzatdım. Bunun başı bura gəlməli idi bax.
Ha. Deyir, onun böyük diaqonalını tapın. A-dır, 2A-dır, 4A kvadratı, üstə gələk A kvadratı. A kökdə 5. Görün varmı belə bir cavab? Bəli, bəli. Aysən. Pifagor, Allah ona rəhmət eləsin. İmtahandan keçən ona Hı, halda uşağına amin. vermlər. Amin. Valla. Kimin adı bir dənə halva çalın. Dua edin. Müəllim imtahandan keçək ona Quran oxudarıq da. Valla. Zarafatsız ciddiyəm. Gör nə qədər nə qəşəng qayda kəşf edib ki, biz onunla işləyirik. Pifagor müsəlmandır ki, Quran oxuyur. Nə? Pifagor müsəlmandır ki, Quran oxuyur. Yox, müəllim biz öz dinimizə Hər görə. öz dininə uyğun eləsin də. Pifagor müsəlman deyil, müsəlmanlar dua edir də onun üçün. Neyini incidə xat suyla mı salaq kişinin ceyini, sürüsümüyünü? Müsəlman Biz də yedim ki. Spirtə qoyar. Düzgün altımızağı prizmanın bütün telləri adır. Kiçik diaqonal. Onun kiçik diaqonalını tapın. Kiçik diaqonal, məmnun. Buradan bura çəkək də. Düzdür? Hı. Üçüm İki dənə dolar al. ihanə eləyən. O keçən bir müəllimim var idi. Deməli mən belə danışanda verdi. Elə görüm. Bura adı, məmnun. Baxın. Düzgün altını Adı tapın bilirsiniz də Akif. bir təpə bucağı şeydir, 120 dərəcədir. Bax burada, bura adırsa, çıxılı diaqonal var ya oturacağında. A kök 3-dür. Akif'də. Yenə Pifagor. Allah buna rəhmət eyləsin. A-nın kvadratı üstə gələk 3A kvadrat. Nə verir? 4A kvadrat. Oradan da 2A çıxır. Gördünüz mü müəllimlər? Gördünüz mü? Gördünüz. Düz Azər para. müəllim, ümumi sınaq işləyəcək bugün, yoxsa yox? Hər şey yaxşı olacaq ay mənim. Dən görüm. İnşallah. Hələ bir bunu ortaya çıxardaq görək. Elə bir göydən düşürlər bunlar. Bayağı cimiydi onu deyən. Elə bir de göydən düşürlər. Ayaz müəllimə mən idi və müəllimə dedi pulu verməyəcəklər. Mən də onlara dedim ki, yəni göydən düşüblər, cəmaatın pulunu vermirlər. Yox, həqiqi elədir. Deyir, yay maaşını vermirlər. Uzaq olsun, bizdən uzaq olsun, ay müəllimələr. Ay məmməl, yaxşı olacaq inşallah. Şeydir. Deyəsən, sizin amma müsahibəniz olacaq. Deyəsən o təzə gedənlərin müsahibəsi bu il olmayacaq. Deyəsən. Onda maaşlarım elə. Ay məmmə, yaxşı olacaq. Bir ləyən mürəbbə də pişirəsiniz o pulla. Pesoqlar alacaqsınız. Tərəfləri 3 və 5-dir. Görün nə qədər sizin üçün dua edirəm. 3 və 5-dir. AC diaqonalı 6-dır. Bu cürüm AC diaqonalı hanı? O mənimlər AC diaqonalı burada hanı? Yuxarının diaqonalı. Deyir ABCD düz paralelipipedin. Boy. Mənimlər, biz bilsiz nə tapmalıyıq? Paralelipipedin BD1 diaqonalını tapın. BD1 haradır bura? Bu 71 diaqonalı mən tapmalıyam ki, Pifagor eləyim də. Başa düşdün mü? Paralleogramda da müəllimə. Ay məmə dayandı nə bir. Boy. Mən BD1-i tapdım. B1D-ni ya tapıram eləmi? BD1, hə. Neysə də mən göy rəngdə olan oturacağın diaqonalını tapmalıyam ki, sonra işləyə bilim. Elə? Bu berin 3 kök 2 olduğunu bilirəm. 3 kök 2-dir bu. Neysə. Müəllimlər, 2 dənə A kvadratı üstə gəlsin, 2 dənə B kvadratı. Bərabərdir D1-in kvadratı üstə gəl D2-in kvadratı D1. Qaydamız var idi, yoxsa yox idi? Bəli, var. 2 vurulsun 9. 2 vurulsun 25. O birinin diaqonalı neçə idi? AC diaqonalı 6-dır.
36 üstə gələk D1-in kvadratı. 18-in üstəlik gəldi neçə edir? 68. 36 üstə gəl D1-in kvadratı. Buradan da alıram D1-in kvadratı. 68-dən 36 çıxanda neçə edir? 32. Neyse D1-in kvadratını bilirəm də 32-dir. Bu bir neçə idi? 3 kök 2. 3 kök 2-nin kvadratı nə qədər verir? 9 vur 2 18. Elə? Bu biri də 32. Toplayanda nə qədər elədi Məmməd? Kök atdı 50. Kök atdı 50 də 5 kökdə 2-dir. Var idi bunun cavabda 5 kökdə 2 bax bunun tapılması üçün. Niye var? Görürsünüz quzu xırda deyirəm. Boy. Sonra 18. Bu da onun kimidir. Məmməd düzgün sözü deyirsə oturacağı kvadratdır. Düzdür? Fəzla mən xoşum gəlir. 12. Hündürlüğü de 14. Bura 14. Məmməd. Pifagora görə diagonalı tapsaq 12 kökdə 2. Düzdür? On iki kökdə 2. Elə diğer düz prizmanın diagonalını tapın. Bax buranı istəyir. Aydın oldu mu? Evet. 14'ün kvadratı 196. Bu da 288. Toplayanda neçə edir? 14 18 484 nəyin kvadratı? Deyəsən 22-nin. Elə? 20. Evet. Sonra tili A olan bir dəfə tili A olan kubun təpəsindən diagonala qədər məsafə. Bu görün nə var? Kub çəkeyim bir də. Kənar səslərinizi bağlayın. Bax, bir də gördünüz YouTube-dan eşidirsiniz səsizi. Tili A olan kubun təpəsindən diagonala qədər. Harası diagonala qədər? Bura A, bura A, bura A. Müəllimlər. Bu diagonal deyilmi? Kubun təpəsindən diagonala qədər. Hə, bu yadımdadır. Bax, keçən dəfə yaratmışdım mən. Yadınıza gəlir belə bir şey. Bura A kök 2 idi. Düzdür? Bura A idi. Burada şey idi. Canım sizə desin. Kubun diagonalının düsturu nə idi? A kök 3. A kökdə 3. Aysa. Bizə lazımdır buradan bura qədər məsafə. O üç bucağın hündürlüğünü tapmaq. Aysa. A vur B bölək C deyildi müəllimlər. A kök 2 vur A böl A kök 3 4 müəllimlər. Hə? Onun da qoşmasına vursan. Görün A kök 6 böl 3 cavabı var mı hardasa? Var. D variant. Düz bucaqlı bucağın hündürlüyünə gəlir çıxır da müəllimlər. Prosta şəklini gərək bir. Tili A olan kubun diagonalı onu kəsişməyən tilinə qədər. Hə. Deməli, tili A olan bax bir dənə kod çəkək. Baxaq. Tili A olan kubun diagonalından onun kəsişməyən tilinə qədər. Kəsişməyən til hara dayanır? Bura qədər də. Düzdür? Onunla kəsişməyən tilinə qədər. Bu, məsələn, onunla kəsişir. Düzdür? Buralar da kəsişir. Məncə, buradan buranı deyir. Nə tərəf fikirdə müəllimlər? Yoxsa yox? Hə? Yox. Tilinə qədər. Tilinə qədər müəllimlər, til buradır. Yetimin tili buradır. Bura. Tili bura gedir axı. Düzdür? Tilinə qədər yadınızda saxlayın. O düyüncük var ha. Tilinə qədər ora qədər deyir. Adətən biz belə yazırıq, amma düz eləmirik. Müəllimlər, indi dayanın görün.
Bura A-dır. Bura A-dır. Elə. Bura A köküçdür. Düzü mənlər? A vuraq. Bu neredeyden yaradı? Düzün mənlər. Mənlər qoy görüm mən düzümü gedirəm. O kimdir orada söhbət edən? Mən qoy görüm hələ düzümü gedirəm. Qoşmasına vursam. Mənlər görün A kök 3. Böl 3 varmı? Mən harada səhv elədim? Harada səhv elədim mənlər? Hı? Səhvim harada? Onun yarısı A kök altda 2 bölü 2. A bənd. Bir dəqiqə. Arzu müəllimə. Hə, Səhv getdiniz. hə, deyin görüm nədir. Bura A-dırsa bura A kökdə 2-dir. Hə, bildim. A kökdə 2. Hə, bu belə olur da. A vuraq. A bölək. Hə, bax. A kökdə 2. Həmən burada kökdə 3 şey. Bunu görməliydik. Pifagoru görməliydik. Aysa. Oradan da var. Görürsünüz, yenə Pifagor gəldi. A kök 2 böl. Deyirəm də bir qazan halva çalmışım. Mən də 20 dənə bəsdir. 25 dənə. Zaman edin müəllim, oraya yazın 25 dənə. Müəllimlər. 25 dənə bəsdir. Bu mövzunun davamı. Hə, indi gəlin bundan işləyək. Müəllimlər, səthinin sahəsi. Yazın ora. Səthinin sahəsindən. Eşidirsinizmi məni? Səthinin sahəsindən götürün 40 dənə. Yazdınız mı? Hə. 10 dənə sual, 10 dəqiqə vaxt. Sayılan vəziyyət verilmişik. Onun səsi gəlmir daha. Mənim səsim gələndən sonra onun səsi gəlmir. İnşallah. İmtahandan sonra da səssiz belə gəlsin. İnşallah. Nədə, kubun tam Müsahibəyə hazırlaşanda da belə olsaq, yaxşı olar. Ay, bizim Azadə müəllimə Hamımız yazaq ki, keçmişik. Kopya Əsas oldu Ləman yazaq müəllimə. ki, hamımız keçmişik. İnşallah, inşallah. Gözləyəcəm o xəbər sizdən. Əlli. Mənə bir dənə prosto o mərtəbə düşən Kruklu müəllimi lazım ki, mənə dəstək olsun. 158-ə. Tilik olan, gəl elan eləyək də YouTube-da. Tilik olan kubun tam səthinin sahəsini tapın. S bərabər də 6 kvadrat. Valla Kruklu'dan o boyda şərait yaratmışam. Öyrənin gedində yazacaqsınız. Sonra, kubun tam səthinin sahəsi oturacağın sahəsindən neçə dəfə çoxdur? 6 kvadratı tamdır, oturacağı da kvadratıdır 6 dəfə. Müəllim, bir də nə oldu cavab? Allah mən öldür. Birincidə cavab 54. 6 kvadratı da mənmə. Cücə edin. Hədə, cəbən. 54. Kubun tam səthinin sahəsinin yan səthinin sahəsinə nisbəti. Tam 6-dır, yan 4-dür. 1/5. Deyir ki, yan səthinin sahəsi 80 olan A kvadrat eləyir 20. Tam səthinin sahəsi 6 kvadratı 120 eləyir o da. Tam səthinin sahəsi 240 olan, ay məmur, 6 kvadratı. Valla belə sual görə bilərsiniz. Demədi, deməyin. Belə olsa yaman olar. Ay məmur, göy keçənin nə olmuş ki? Yan səthin sahəsi 4 dənədir. Valla gedin keçənin içinə baxın. O kim ki göylə gedir? Mənim qrupumda da düzü maşallah dəhşət dərəcədə nəticələrim var idi. Amma kim ki göylə gedir, ona deyin dayan. Get keçənki suallara bax. Su kimi suallar idi. Prizmanın bütün üzləri tərəfi 8 olan və iti bucağı 45 olan rombdur. Prizmanın deyir, yan səthin sahəsini tap. Heç nə. Yan səthin sahəsi 4 dənə rombun sahəsidir. Rombun sahəsi A kvadratı, vuraq sinus alfadır, mənmər. 4 vuraq 64, vuraq kök altda 2 bölü 2. O da elə 128 kök altda 2. Altıda bəs nə oldu müəllimə cavab tez getdiniz? Prizmanın bütün üzləri tərəfi 8 iti bucağı olan rombdur. Mənmər. Rombun deyir ki, tam səthin sahəsi. 6 dənə rombun sahəsi. Sinus 60 nə verir bizə? Kök altda 3 bölü 2. Düzü mənmər? 192 şeydir. Gördünüz? 1'ə qoydum, danışdım. Deyir, diagonalı 24. Mənmər, kubun diagonal düsturu A kök 3'dür. Edəm.
A kök 3 Bəli. bərabər 24-ə. A bərabərdir 8 kök 3. D kubun tam səthin sayısı 6 kvadratı. 6 vuraq 64 vuraq 3. Düzdür müəllimlər? Sadəcə bunu hesablamaq sizlikdir. Nə bilim neçə edir. 1052. Axırı 2 ilə qutarır. Neçədirsə. 1052 ilə mi? Yaxşıdır, inanıram. Bəli. Diaqonalı 27-yə bərabər olan kubun. A kök 3 27-dirsə A-mız 9 kök 3-dür. Kubun tam səthin sayısı 6 kvadratı. 6 vuraq 81 vuraq 3. Bəli. Düzdür müəllimlər? Bəli. 1458. Harika, qutardı. Все. Все. Arzu müəllimə, o ki yazdıq A kökü altında 3 bərabərdir 24 olanda orada onu neynədik müəllimə? Onu bir dəqiqə zəhmət Bir nə anı tapdım da müəllimə. A kök 3 bərabər 24. Anı tapmaq üçün 24-ü böldüm kök 3-ə. Tapdım ta anı. Anı tapandan sonra da kubun tam səthin sayısı 6 kvadratı deyilmi? O ilə işlədim. Yaxşı müəllimə? Kök altında 3'ü böləndə bax o ya birdən çalışıram. Qoşmasına vurursan da müəllimə? Qoşma. Hə, qoşmasına vurdum. Hə, o müəllimə sağ olun. Onu bilmirəm. Sağ ol. 3, 6, 9, 10. Mən bütün tillərini 3 dəfə kisildikdə yan səthin sayəsi neçə dəfə kisil? Məsələn, təsəvvür edin ki, əvvəl kubun tərəfi 3 olub. Yan səthinki olub 9 vur 4, 36 elə. Bunu 3 dəfə götürsən olur 1 vur 4 yan səthi. Nə qədər kisildi ay müəllimlər? 9 dəfə gördünüz? 9. Ən qəşəng yol. Şaşmaq istəmirsinizsə belə işləyin. Beşbucaqlı prizmanın neçə diaqonal kəsiyi var? Müəllimlər, diaqonal kəsiyi n vurulsun n-3 bölgü deyilmi? Bəli. 5 vur 2 bölgü. 5 dənə. Sonra. Müəllimlər, sizə bir sual verəcəm. Keyfinizi açmaq üçün sual verəcəm. Deməli, müəllimlər, qoy bunu deyim, keyfinizi açacağım sonra. S bölü 3. Kubun tam səthin sayəsini deyir, tapın. 6 kvadratı. Müəllimlər, 6 vuraq. S bölü 3. O da eləyir 2S. Düzdür? Aldıq da yığınət. Bəlkə də o suala Şahman müəllimzat qəşəng cavab verəcək. Deməli, düzgün beşbucaqlı prizmanın bütün tilləri bərabərdir. Onun yan səthin sayəsi 75-dir. Yan 5 dənədir də böyürlər. Eləmi? Oturacağın tərəfini tapın. Məmmər, A, bütün tilləri adı. Vur A, vur 5. 5 dənə deyilmi? Bərabər 75. A'mız da 5 yemişdir. 20, yox 5 deyil. 75'i 5'e bölürsən, eləyir 15. A'mız kök atdı 15. Yaxşıdır, öldürmür yəni. Kök atdı 15. Yozqa başım çatır. Siz soracaq. Al oynayın. 15'e Öz öyrətdiniz müəllimlər də. Görürsünüz, bilirlər, cavab verirlər. Mənim bir dənə şagirdim var. Uje savadlanmışıq da müəllim. Maşallah olsun. Sadəcə, mən həmişə deyirəm, bir müəllim riyaziyyat müəllimidir, o heç vaxt savadsız ola bilməz. Sadəcə işlətməlisiniz müəllimlər. Mən müəllimlərə hər zaman həmişə hörmətlə yanaşıram. Mümkün deyil ki, müəllim savadsız olsun. Sadəcə işlətməlisiniz. Düzgün altı bucaqlı prizmanın oturacağının tərəfi 6-dır. Yan uzunun diaqonalı. İnsan beyni, məsələn, mənim özüm müəllimlər, 2 əl işlətməyim, mən də olacağım pis. Ağappaq kağız. 2 il, 5 ildən belə də işlətməsən insan beynində yox olur, gedir. Vaxtilə mən məktəbdə tarix birincisi idim. Amma görünür, tarixdə birinciliyi eləyə bilərəm, yox. Çünki o işlətməmişəm. Oturacağın tərəfi aldı. Yəni, bəli, yaddaş elədir. İşlətmirsən, sonra getdi o. Yan üzünün diaqonalı. Bura 6-dırsa, bura 10-dursa, bura 6-dırsa, burada 8-dir. Yan səthin sahəsi. Böyürlərinin sahəsi, düzdür müəllimlər? 6 vur 8 budur. Yanı da 6 dənədir. 36 vur 8. 288. Anladım.
16. Tam səthin sahəsi 54 olan. Bu asandır, nə? 6 kvadratı bərabər Yuxarıda var da. Onun tərsinəsi. 9-dur, nə? Tiri də onda 3-dür. Всё. Cavab 3-dür. Tam səthin sayəsi 24. 6 kvadratı 24-dür. A kvadratı 4-dür. Deməli, hamısı 2-dir. 3 üzünün sahələri hazır nəzir verib. Məmlə 2 vurulsun A, B, A, C, B, C deyilmi? 24. Sahələr. Adı hazır verib də məmlə. Amma bu Bəli, birində hazır özümüz sahələr. tapırıq. 5 vur 9. 5 vurun. 9 vurun. 370. 307. İndi gəlir maraqlı sualım. Əməllər, deyin görün, bax bu toyda zətdə var, o vaxtlar daha çox elə idi. Niyə imin o təzəcə oturursan ki, yemək yeməyə, o boz başı zad gətirirlər yeyəsən? Oradan xanəndə deyir, ya, aman. Başlayır ağlar. Yəni yediğimiz həzm olunsun. Rahat. Bizə fikir vermişəm. İmmunlu toyda rakkaçka olmur da, yəni yemək yeyiləndə. Ancaq orada nə bilim, gah ana oxuyur, gah nə bilim, secahlar. Niyə elə eləyirlər sizcə? Aşamalar. Əzim musiqi olur da. Deyirlər ki, oynayan olmayacaq da, hələ hamının əli Oynayan olmadı, ona görə. Deyirlər ki, az adam nə çox oynayacaq, halı olmur. Qaşıqları Mənə deyirlər ki, bu rahat musiqi rahat eşidilmir. Hə? Qaşını səsi istəyir. Qaşıqların səsindən musiqi eşidilmir ona görə. Bilir ki, hamar gəlir. Deyir, hələ qoydam, doysunlar, sonra oynayarlar. Mənim babamın bir xasiyyəti var. Ha, toy olsun, yas olsun, eləmi? Gedir, yeməyi xoşuna gəlmədisə, məsələn, toya 1 şirvan yazılmalıdırsa, 5 mənbə yazılıb gəldi deyə yeməyi xoşuma gəlmədi. Şaxır qədər ödəmirdi. Deyir, indi gedir yas yerinə, deyir, o çığırır ki, oradan aş gətir, bunu gətir. Kişinin də 90 yaşı olur. Deyir, böyründəkinə deyir ki, valla bir dənə bunun xatirinə ölməyəcəm ki, bu belə çığır salacaq ki, aş gətir, dolma gətir. Həqiqətən. Allah ömür versin hamımıza inşallah. Bu imtahandan da vurmadan çıxaq. Gedin mənimlə, dincəlin. Sabah yenə görüşəcəyik. Da streçin mənimlər. Görüşənədək. Müəllimə, sabah neçədə olacaq dərsimiz? Riyaziyyat dərsi. Sabah bilinəcək. Yaxşı olacaq hər şey.